Hə, indi gəlin müqayisə eləyək. Keysəriyyə əməliyyatından sonrakı halın, yeni doğan qadının, keysəriyyə əməliyyatı da doğuş sayılır da, və təbii doğuş olan qadının halın. Heç müqayisə eləyəsi bir şey deyirlər. Təbii doğuş düzdür. Qızların gözünün qabağına gəlir sancı, ağrı, bütün bu proseslərdən keçmə və onlar fikirləşirlər ki, hə, gedim yarım saat yatdı, durdu, ana oldu. Bəs bu əməliyyat sözünün mənası, keysəriyyə əməliyyatının fəsadları, nəticələri. Bir ona baxın. Yeni doğan qadın 2-3 saatdan sonra palatada uşağın gətirirlər, yatağından durur, uşağın götürür, rahatca əmizdirir.